meyxanaçıya sahib çıxan olmadı, yaxınlarından söhbət gedir. Heç xəbər də olmadı. Əslində dünəndən mən bunu danışıram, paylaşıram. Ona öz dostları və xeyirxah insanlar, hətta onu tanımayan insanlar sahib çıxdı. Morqdan meydini götürdülər, gətirdilər məsciddə müəyyən prosedur qaydalarını eləyəcəklər. İndi aparıb dəfn eləyəcəklər Eyşən Binəqədini. Və inanın ki, bu gördüyünüz 4-5 adamdan başqa heç kim yoxdur burada. Heç kim, təəssüf eləyirəm. Allah sizdən razı olsun, çox sağ olun. Xərclərini də siz çəkirsiniz. Hamısı kömək uşaqlar, iştirak gəzətdə burada kömək edirlər. Fərqi yoxdur, indi Allah eləyir, biz eləmirik. Allah ürəyinizə görə versin. Dostlar, təşəkkür edirəm sizə də. Çox sağ olun, çox əziyyət çəkmisiniz. Bizi qəbrə qoyacaqlar, hədisdə var, cəmaat gedəcək. Hamısının o gündən var, indidən o günün fikrində olaq. Cəmaat qoyurlar, dostlar, övladlar, yaxınlar bizi qoyacaq qəbrə. O ki, dedi, sənin üçün canımı verərəm, falan elə hamısı başına aşağı salıb gedəcəklər. Ölmüş adamın ruhu baxır, görür hamısı getdi. Deyirlər ki, qışqırır dallarıca ki, məni burada tək qoyub hara gedirsiniz? Hədis deyir ki, cəmaat gedəcək, bu fəryad eləyəcək, heç kəs eşitməyəcək. Başını salıb gedəcəklər. Allahdan nida gələcək, mənim bəndəm. Görürsən, tək qaldın. Görürsən, necə vəfasızdılar. Vəfasız o mənə yox ki, pisdilər, başqa bir şey eləyə bilmirlər. Zaten vəfasızdılar yəni.